Dünyada ən böyük olan avtomobil zavodu hansı zavoddur və hansı şirkətə məxsusdur? Video sona qədər izləyin. Maraqlı faktlarla yenə sizin qarşınızdayım. Deməli, dünyada ən böyük zavod Hyundai şirkətinə məxsusdur. Bu zavod Ulsan şəhərində, Cənubi Koreyanın Ulsan şəhərində yerləşir və dünyada ən böyük əraziyə və ən böyük işçi heyətinə və belə deyək də şəhərin içində bir şəhər kimi adlandırılır. Yəni 500 hektar ərazini əhatə eləyir. Həmin ərazidə öz xəstəxanası, yanğın söndürmə məntəqəsi, hətta limanı belə var. Şirkət, həmin zavod, yəni 10-12 saniyədə bir avtomobil konveyerdən çıxır. Hyundai şirkəti. Hyundai şirkəti 1947-ci ildə əslində avtomobil istehsalı olan bir şirkət olmayıbdı, tikinti şirkəti olubdu və yalnız yaradıldıqdan 20 il sonra avtomobil istehsalına başlayıb. O da öz avtomobillərin yox təbii ki. Və 1967-ci ildə Hyundai şirkəti avtomobil istehsalına başlayıb və Amerikada nəhəng olan bir şirkət Ford şirkəti ilə müqavilə bağlayaraq Ford Cortina adında model olaraq avtomobili istehsalına başlayıb. Və həmin dövrdə də yəni öz yerini tutub, bazarda yəni yüksək satışları olub və 1975-ci ildə isə ilk öz avtomobilini istehsal etməyə başlayıbdı və bu avtomobil, yəni Hyundai'nin ilk modeli olaraq bilinən Hyundai Pony olubdu. Yəni gördüyünüz bu avtomobildir. Hyundai Pony isə dizaynı İngiltərədən gəlmiş mühəndislər tərəfindən dizayn edilibdir və həmin avtomobil də Koreya bazarında yüksək satışlarına, belə deyək də, yüksək gəlir gətirən bir marka olubdu, model olubdu və ilk eksportu isə Ekvadora olubdu. 6 ədəd satılıbdı. Yəni, dünya bazarına ilk çıxışı Hyundai'nin Ekvadora satılan 6 ədəd Hyundai Pony olubdu, yəni model olaraq. Mühərriki özünə məxsus deyildi, Mitsubishi şirkətinə məxsus idi və 1983-cü ildə Hyundai Stellar modelini istehsal edibdi Hyundai şirkəti. Ondan sonra 1885-ci ildə isə Hyundai Excel, hansı ki Hyundai şirkətinin Amerika bazarına daxil olmasına səbəb olubdu. 168 min ədəd avtomobil Hyundai Amerika bazarına satılmışdır. 1985-ci ildə isə Hyundai Sonata modelini istehsal edibdi. Bu Sonata daha çox Stellar'in belə deyək də müasir formasını, daha lüks formasını düzəlişlər ilə daha lüks formasını buraxmaq üçün idi. Amma daha sonra Hyundai Sonata öz model olaraq belə deyək də tanınmağı ilə model olaraq bugünkü günümüzə gəlib çıxıb və ən dözümlü modellərdən biri seçilibdir bu arada. 1990-cı ildə isə Hyundai şirkəti ilk kupe avtomobilini istehsal edib, yəni Hyundai Scope adı və maraqlısı odur ki, bu avtomobildə ilk öz mühərrikini yığıbdı avtomobili. Adı da Alfa Engine olubdu mühərrikin. Və ondan sonra da yəni öz mühərrikini istehsal etməyə başlayıbdı həmin Hyundai şirkəti və 1990-cı ildə həmin mühərriki də Hyundai Elantra'da istifadə edibdi və bu arada da Hyundai Elantra həmin dövrdə və belə baxıram ki, bugünkü dövrə qədər də Hyundai Elantra ən çox satılan model olaraq Hyundai şirkətində model olubdu. Və 1994-cü ildə isə Hyundai Accent istehsal olunubdu. Həmin model Accent daha çox birinci ilk avtomobil Hyundai Pony, yəni Hyundai şirkətinin ilk buraxdığı avtomobil Hyundai Pony'nin daha müasir formasıdır və öz mühərriki ilə və öz kuzası ilə, öz gövdəsi ilə, müasir gövdəsi ilə belə deyək də istehsal olunmuş. Daha sonra da yeni bilinən modelləri var, yəni hamımız bilirik, gündəmdədir. Növbəti videomuz nə olsun? Rəylərdə yazın, like qoyub bəyənməyi də unutmayın ki, bu tür videolar davam eləsin.